Salam. Bugün telefona gelen reklamlardan necə xilas olmaq olar, necə silmək olar, onları göstərəcəm. Bu hər hansı bir tətbiqi yükləyirsən Play Marketdən, ondan sonra gəlir bu reklamlar. Tətbiqi silsən belə bu reklamlar gəlir. Bunun iki yolu var. Ya mən göstərdiyim yoldan həmin virusu silmək, ya da ki telefona format vermək. Mən göstərdiyim yol telefona format vermədən virusları silə bilərsiniz. Mənim telefonumda indi virus yoxdur, amma mən hansı tətbiqdən necə silmək lazımdır onu göstərəcəm. İlk növbədə Play Marketə gəlirik. Bunun başqa bir yolları da var. Tətbiqlərə girsən, oradan bir tapsan, bəzən tapmaq olmur. Mən bu göstərdiyim yol ən effektiv yoldur. Gəlirik bura. Burada Pop-up detektor birinci olan. Bunu yükləyirik. Bunu yüklədikdən sonra açırıq. Qururuq, dalışı vururuq, next vururuq. Bir də next vururuq. Buradan buranı seçirik, qray. Buradan özü göstərir. Hər telefonda başqa bir cür ola bilər. Amma ki, hər telefonda göstərir hara girmək lazımdır. Bura giririk. Burada birincini aktiv edirik. İzin veririk. Aktiv etdik. Qaydırıq da var. Yenə bu proqrama gəlirik. Yenə də next. Yenə buradan proqram tapırıq. Buradan açırıq proqramı. Dala qaydırıq. Bura gəlib çatandan sonra burada telefona reklam gələn adamdan dedikdə söhbət. Yəni məndə reklam olmadığını, virus olmadığına görə bu düşmür. Bura gələndən sonra burada yuxarıda göstərəcək 1, 2, 3 neçə dənə reklam varsa, neçə dənə belə reklam deyirəm, virus varsa burada hamısını göstərəcək. Burada bir dənə kifayətdir ki, həmin virusun məsələn baxın düşdü. Burada bu virusdur. Mənim çəkdiyim rekorderdir. Burada virusunu göstərir. O bütün viruslar bu formata burada düşəcək. Sadəcə olaraq bunun üstünə belə vurub yenə kaldır. Bir dənə burada bunu vurub kaldırıb vurursunuz ki, ok eləyirsiniz, avtomatik bunu silir. Hər hansı bir virusun, dediyim kimi burada çıxan virusun üstünə vurdunuz, bu olmasın, başqası burada çıxacaq. Vurub üstünə ok eləyirsiniz, yazılıb üstünə vuran kimi kaldır yazılır. Ok eləyirsiniz, virusu siləcək. Bundan da bir hamısını silirsiniz. Bundan da virusdan tamamən azad olmuş olursunuz. Yəni viruslar hamısı bundan da silinir. Ən effektiv yol budur. Tətbiqlərdən bir silmək çətindir. Yəni ən effektiv yol budur. Xahiş edirəm kanala abunə olun. Bundan sonra belə videolar gələcək. Telefon barədə kim nəyi, harda ilişir, harda nəyi var hamısını desin. Mən bir-birinə dair video çəkim. Nəyə çox istək gəlsə, eSIM-lə pulsuz internetə gələ bilər. Nə bilim, telefonun Android versiyasını yüklətməyə, telefonu yaddaşın, donan telefonlara nə etmək olar. Bütün hamısı haqqında video çəkəcəm, bir-bir atacam. Oldu.